Baço Axalayya oktyabrın 4-ünü 9 aprel ilə müqayisə edir. O bu barədə 2 saat olduğu mərkəzi kriminal polisə məlumat verib. Axalayya dindirilmək və səs nümunəsi götürülmək üçün şahid qismində şöbəyə çağırılıb. Hal-hazırda 4 oktyabr hadisələri ilə bağlı yayılan səs yazıları ilə bağlı araşdırma aparılır. 4 oktyabr hadisələri ilə bağlı artıq 46 nəfər saxlanılıb. Onlardan ikisi bugün 8 dünən həbs edilib, 4-ü gizlənir. Daxili İşlər Nazirinin müavini bildirib ki, cinayəti törədən digər şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat istintaq tədbirləri davam etdirilir. Agentlik bildirir ki, müxtəlif kütləvi informasiya vasitələri tərəfindən yayılan video müşahidə materiallarının və görüntülərin dekodlanmasına əsasən təqsirləndirilən şəxslərdən bəziləri asayiş keşikçilərinin şifahi və fiziki zorakılığa məruz qoyub polis əməkdaşlarına müxtəlif ağır əşyalar və daşlar atıblar. Bundan əlavə onlar Gürcüstan Prezident Sarayına girməyə cəhd göstəriblər və bu zaman sarayın həyətinin hasarlarına ziyan vurublar. Xatırladaq ki, Gürcüstan Cinayət Məcəlləsinin 187-ci, 222-ci, 225-ci və 317-ci maddələri ilə istintaq davam edir. Prokurorluq davam edən həbslərlə bağlı məlumat yayıb. 2 gündür ki, bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə saxlanılanların bəziləri haqqında onların və ya az yaşlı övladlarının ağır xəstəliklərinin olması ittiham tərəfinin güya bu vəziyyətə əhəmiyyət vermədiyi barədə müxtəlif məlumatlar yayılır. Oxşar məlumatlar kampaniya kimi, məsələn, Aleksandr Qoqoladze, Georgi Çaxunaşvili haqqında, o cümlədən onların yaşlarını göstərməklə yayılır. Bütün bunların fonunda nə qədər paradoksal olsa da müdafiə tərəfi adı çəkilən ağır xəstəliklərlə bağlı məlumatı təsdiq edən bir dənə də olsun sənəd təqdim etməyib. Prokurorluq müdafiə tərəfini informasiyanın yayılması ilə bağlı təşviqatla məşğul olmaq əvəzinə heç olmasa yayılmış məlumatı təsdiq edən sənədləri təqdim etməyə çağırır ki, bu da onlara konkret növ qabaqlayıcı tədbirin təyin edilməsinin məqsədə uyğunluğunu müzakirə etməyə imkan verəcək. Əks halda yoxlanılmamış məlumatların təqsirləndirilən şəxslərin mənafeyinə deyil, yalnız subyektiv PR məqsədlərinə xidmət etdiyi daha da aydınlaşacaq. Saxlanılanların bəziləri Dixomi və Zahesi müvəqqəti saxlama mərkəzindədir. Onlar ittihamların rəsmi təqdimatını və dindirilmə prosesini gözləyirlər. Səhər saatlarından vəkillər məhbuslarla görüşə gəlirlər. Onların maraqlarını müdafiə edənlər deyirlər ki, müştəriləri günahlarını etiraf etməyəcəklər. Oktyabrın 4-ündə saxlanılan 7 nəfərin məhkəməsi hazırda davam edir. Onlar barəsində həbs qəti imkan tədbirinin seçilməsi müzakirə olunur. Mamuka Labuçidze, Konstantin Kokayya, Vladimir Golesyani, Nika Guentsadze, Guriel Kardava, Zura Çavcanidze və Qoba Epitaşvili qrup halında strateji və xüsusi əhəmiyyət kəsb edən obyekti ələ keçirməyə cəhdə və qrup zorakılığında iştirakda ittiham olunurlar. Prokurorluq həbs vəkilləri isə həbs qəti imkan tədbiri olmadan və ya zaminə buraxılmalarını tələb edir. Şalva Papuaşvilinin sözlərinə görə 4 oktyabr hadisələrinə görə mitingdə iştirak edən siyasətçilər və insanlardan başqa xarici aktorlar da məsuliyyət daşıyır. Onun sözlərinə görə kənardan alınan dəstək, maliyyə və təşkilatlanma olmasaydı oktyabrın 4-ündə zorakılıq prezident sarayına soxulma cəhdi də olmazdı. Siyasi arenada 4 oktyabr hadisələri və günahkarların dəyərləndirilməsi davam edir. Həm iqtidar, həm də müxalifət daxilində ittihamlar səslənir. Şalva Papuaşvili qərb tərəfdaşlarının 4 oktyabr hadisələri ilə bağlı verdiyi bəyanatlara da cavab verib. O zorakılığın yetərincə pislənmədiyini və hazırda səslənən şərhlərin Gürcü xalqına və hökumətinə qarşı şifahi hücumlara nümunə olduğunu və buna son qoyulması gərəkdiyini bildirib. Gürcü Arzusu partiyası həbs olunmuş jurnalist Mziya Amaqlobelinin Dünya Mətbuat Azadlığı Qəhrəmanı mükafatının verilməsinə cavab verib. Partiyanın kommunikasiya şöbəsinin rəhbəri Georgi Qırzelişvili bu qərarı dərin dövlətin təsiri ilə əlaqələndirir. Onun sözlərinə görə polis əməkdaşına qəsdən hücum edən Amaqlobeliyə qəhrəman mükafatının verilməsi qərarı Gürcüstan cəmiyyətinə və azad mediaya istehzadır.
Penitensiar idarənin keçmiş direktor müavini Georgi Kemoklidze hazırda vəkillə görüşür. Bugün ona rəsmi ittiham irəli sürüləcək. Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları dünən xüsusi penitensiar xidmətin penitensiar departamentinin keçmiş direktor müavini Georgi Kemoklidzeyi saxlayıblar. Agentliyin məlumatına görə o Georgi Baçyaşvilinin işi ilə bağlı saxlanılıb. 2024-cü ildə Gürcüstanda işçilərin orta aylıq əmək haqqı 11% artaraq 1970 lirayı keçib. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb. Bu məlumatlara görə 2024-cü ildə əvvəlki illə müqayisədə bütün sektorlarda maaşlarda artım qeydə alınıb. Fəaliyyət növlərinə görə ən yüksək əmək haqqı informasiya və rabitə, maliyyə və sığorta, elmi-texniki fəaliyyət sahələrində olub. Orta əmək haqqına görə Tbilisi və Mtsxetam Tiyaneti öndədir.